Hər kəs salam dəyərli yoldaşlar, əziz 11-lər, əziz izləyicilər. Bu gün sizlə ixtisas seçimindən bağlı danışacağıq ki, ixtisas seçimi zamanı nələrə diqqət etməliyik? Yoldaşlar, ilk öncə onu deyim ki, burada ballar qalxacaq və ya ballar düşəcəkdən biz danışa bilmərik. Niyə görə? Çünki hələ ixtisas seçimi üçün əsas vasitə olan statistika jurnalı çıxmayıb. Yəni biz nə qədər plan yeri olduğunu və yaxud da nə qədər abituriyentin hansı səviyyədə bal yığdığını bilmirik. Və bunu keçən illə müqayisə edə bilmədiyimizə görə, hal-hazırdakı situasiyada, yəni bunu kim deyirsə, yəni çox inanmayın və yaxud da motivasiyanızı və imtahana hazırlanmağınızı buna uyğunlaşdırmayın. Bu birinci məsələ. İkinci məsələ, reklamımızı eləyək ki, baxın, bu aşağıdakı nömrəyə yazaraq ixtisas seçimindən qeydli yazıla bilərsiniz. Təbii ki, bu ixtisas seçimi açılana qədər olan müddətdə yazıla bilərsiniz və bunun ixtisas seçiminin qiyməti olacaq 50 manat. Əslində bu qiymət biraz daha çoxdur. Sadəcə YouTube-dan izləyicilərim üçün 50 manat təşkil olunacaq. Bu, yəni deyirəm də, istənilən vaxt, yəni ixtisas seçimi olana qədər yazıla bilər. Sizindən yazılmağınız sadəcə ilk günlər seçəcəyimizi ilk günə seçəcəyik sadəcə. Yəni ilk gündən də son günə heç bir fərqi yoxdur. Bu öz yerində, öz qaydasında və onu qeyd edeyim ki, hər bir abituriyentə 1 saat vaxt ayrılır. Təbii ki, yəni o demək deyil, 1 saat onda timer dayanır və biz artıq oradan dururuq. Yəni 1 saat minimal şəkildə ixtisaslar və universitetlərlə bağlı məlumat verilir. Yəni hansı ixtisas, hansı universitet 90 müvafiq bala görə daha yaxşı olaraq formalaşa biləcək balların təhlili bu punktu nə zaman edirik? Bu punktu o zaman edirik ki, statistika jurnalı çıxanda görək ballar nə olacaq. Magistratura ixtisas seçimi, 9-cu və 11-ci il bazadan kollec seçimi, subbakalavrların və bakalavrların seçimi olacaq. Hələ ki, heç birinin bizə 9-cu, 11-lər və s. axır. Deməli, hər birinin ixtisas seçimi təşkil olunur mən tərəfindən. Və belə deyim ki, valideynin iştirakı vacibdir. Nəyə görə? Çünki ödənişli ixtisaslar və s. axır bunlar yazılır və hər bir ixtisası seçdiyim adamın Portal Edovazdan qeydiyyatını da edirəm. Çox sadə bir prosesdir. Bəzilərini öyrədirəm, bəzilərini özüm eləyirəm. Edirəm. Bu da situasiyadan asılı dəyişən bir məsələdir. Deməli, yoldaşlar, mən sizə istəyirəm ki, bəzi məsləhətlər verim və bu məsləhətlərlə ixtisas seçiminizdə öz fikirlərinizi, öz yanaşmanızı buna uyğun tərzdə edə bilərsiniz. Birinci məsələ nədən ibarətdir? Universitet yox, ixtisasa fokuslanmaq lazımdır. Nəyə görə bu söz deyirəm? Məsələn, atıram, bir insan Bakı Dövlət Universitetində oxumaq istəyir və amma yaxşı ixtisaslara düşə bilmir. Tutalım ki, 3-cü qrup olan biri hüquqa düşə bilmir, Azərbaycan dili ədəbiyyata düşə bilmir, tarixə düşə bilmir, gəlir düşür atıram Çin dilinə. Sən burada Çin dili oxumaq yerinə, yəni iminli baş dövlət deyə durma. Sən yönəl atıram dillərə, yönəl Xəzər Universitetinə, yönəl Pedaqoji Universitetə. Çünki burada daha yaxşı ixtisaslar oxuya bilərsən axı. Ona görə universitet yox, ixtisasa köklənmək lazımdır. Bu birinci. İkinci olaraq mən məsləhət görərdim ki, özəl və dövlət stereotipindən çıxmaq lazımdır. Nə mənada? Məsələn, hal-hazırda ölkədə və beynəlxalq dərəcədə tanınan bir universitetimiz var ki, Xəzər. Çox adam deyir ki, bəs bu özəldir və yaxud da biri dövlətdirsə, özəldirsə pisdir, dövlətdirsə yaxşıdır, bir yanaşma yoxdur. Bəzi ixtisaslar var ki, özəldə daha yaxşı tədris olunur, bəzi ixtisaslar var ki, dövlətdə daha yaxşı tədris olunur. Yəni, bunları müvafiq olaraq seçmək lazımdır. Digər bir məsələ. Yəni, bu birinci punktda da gəlir ki, məsələn, bəziləri dövlətdə pis ixtisası oxumaq yerinə mən özəldə daha yaxşı ixtisaslar oxuya bilərəm. Ona görə, yəni,
özəl və dövlət stereotipindən çıxmaq lazımdır. Bir digər məsələ ondan ibarətdir ki, pafosdan qaçının. Yəni Pafos universitet və s. oxuya biləcəyin universitetdə oxu. Yəni sən tutalım Xəzəri seçsən, Xəzərdə oxuya bilməyəcəksənsə, tənbəlsənsə, vallahi yazıb eləmə. Yalanla bu işlərə də girişmə. Digər məsələ nədir, yoldaşlar? Ailənin vəziyyətini düşünün. Yəni hər gəlim ödənişli yazım, onu yazım, bunu yazım. Yəni realistik yanaşsaq bunları eləməyin. Regionlardan qorxmayın. Qorxma. Yaza bilərsən Qarabağ Universitetini. Yaza bilərsən hal-hazırda çox gözəl inkişaf edən Mingəçevir Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, mükəmməl. Sumqayıt Dövlət Universiteti. Yəni bunların hamısı çox yaxşı universitetlərdir. Yazın, çəkinməyin. Regionun inkişafı, yəni regionda da həm yaşayış olaraq və s. çox yaxşı imkanlar əldə edə bilərsiniz. Yəni Bakıya sadəcə adına görə və ya da paytaxt olduğuna görə daha rahat sosiallaşacağınızı düşünərək belə, yəni bu məsələlərə girişməyin. Şəxsi fikrimdir. Yəni bu sadəcə subyektiv məsləhətlərimi verirəm. Digər bir məsələ. Regionlardan da qorxmayın, qaçmayın. Bunun əlavə olaraq ixtisas seçimində nələrə fikir verməlisiniz? Gələk ödənişsiz məsələsinə. Tutalım, yəni müəllim olmaq istəyirsiniz. Burada da iki şansınız atanan var ki, ingilis dili müəllimi və yaxud da Azərbaycan dili ədəbiyyat müəllimi. İngilis dili müəlliminin tutaq ki, balı 540-dır, Azərbaycan dili müəlliminin balı 520-dir. Sən də yığırsan 530 bal. Da qaçma ki, burada ingilis dili müəllimi olun. Yəni 2 il 10.000 plus verməkdənsə mən pulsuz ixtisası daha seçməyi daha məqsədə uyğun görürəm. Bir digər məsələ. İxtisasları araşdırın. Yoldaşlar, təbii ki, sizə ixtisas seçən müəllim sizə çox fikirlər deyə bilər. Ən azından mən demirəm. Məsələn, atıram. Bu ixtisas mənə magistrda necə inkişaf elətdirə bilərəm? Magistrda necə inkişaf elətdirə bilərəm? İş imkanı nədir? İxtisası oxuya biləcəmmi? Yəni bu suallara cavab tapın. Çalışın. Əgər dil bilmə qabiliyyətiniz, dil öyrənmə qabiliyyətiniz varsa, ingilis dilli ixtisaslar seçin. Məsələn, deyək ki, İqtisad Universitetində Azərbaycan dilindən maliyyə oxumaq yerinə, məsələn, Neft Sənaye Universitetində tədrisi ingiliscə, iqtisadiyyat və yaxud da maliyyə oxumaq da məncə daha yaxşıdır. Belə birinci yazım punktuna nə indi demək olar ki, qiyabi oxumaqdan çəkinmə. Yoldaş, əgər sən hüquq oxumaq istəyirsənsə, hüquqçu olmaq istəyirsənsə, hüquqşünas olmaq istəyirsənsə, git onu qiyabi oxu vallahi, yəni. Ya da git gələnin hazırlaş. Yəni öz istəyindən, öz arzundan çox da qaçınma. Yəni mənim ixtisas seçimlə bağlı deyəcəklərim bu qədər. Bəlkə də deyiləcək çox şey var, amma hal-hazırda ağlıma gəlmir. Hər birinizə uğurlar arzu edirəm. Yenə deyirəm, bu 051-318-99-21 nömrəsi ilə əlaqə saxlasaz, sizə qrup olaraq, məsələn, birinci qruplara ayrı tövsiyə edəcəyim, ikinci qruplara, üçüncü qruplara, dördüncü qruplarla, yəni fərdi bunlara uyğun spesifik tövsiyələrim olacaq və bunlarla bağlı videolar da çəkəcəm, amma hələ ki mən bu videolar haqqında biraz tez olduğunu düşünürəm. Sadəcə bu sizin, necə deyim, motivasiya olmağı xarakterini daşıyır ki, çox belə baş qoşmayın ki, ballar qalxacaq və yaxud üçüncü qrupda, ikinci qrupda, dördüncü qrupda mən heç hazırlaşmayım, motivasiyadan düşün və s. Yoldaşlar, yəni statistika çıxmamış hər bir fikir yalandır. Sadəcə təxminlərdən, fərziyyələrdən, necə deyim, nağıldan, rəvayətdən ibarətdir. Ona görə siz real bir şeyi hələ ki inanmaq
real bir şey yoxdur. Danışa da bilmədik. Bu real bir şey. Avqustun ilk həftəsində statistika jurnalı çıxacaq və biz statistika jurnalını keçən ilin statistika jurnalı ilə, hətta yəni mən seçəndə digər ilin də 3 ilin statistika jurnallarında və 3 ilin də ballarını müqayisə edəcəyik və burada formalaşa biləcək balları təhlil edəcəyik. Siz bu balla bu ixtisasa düşəcəksiniz və ya da düşməyəcəksiniz. Buna aydın şəkildə demək olar ki, əvvəlcədən 99% deyəcəyik və sən də artıq belə deyim, yazandan sonra biləcəksən ki, neçənci yerə düşəcəksən. Və yalanla heç kəsə inanmayın, hələ ki inanmayın. Onsuz da biz statistika çıxanda balların necə formalaşacağına bağlı həm öz ixtisas seçdiyim insanlara, həm digərlərinə, yəni sual verən şəxslərə deyəcəm və onu da deyim ki, çalışırıq ki, siz gələcək karyeranızı qurursunuz. Qəbul olmaq xatirinə yox. Gələcəkdə yaxşı bir insan kapitalı olmağınız üçün ixtisası seçin. İxtisas seçimi çox önəmli bir prosesdir, çox önəmli bir prosedurdur. Çalışın burada öz istəkləriniz, öz maraqlarınız və professional olaraq bu seçimdə iştirak edin və bu seçimi səmərəli şəkildə yola verin. Hər birinizi izlədiyiniz üçün təşəkkürlər. Yenə deyirəm, 051 318 99 21 nömrəsinə yazıb yenidən maraqlanıb eləyə bilərsiniz.